Salam əzizləyicilər, bu videoda sizlərlə sözlərimizlə o zamanı idarə eləməyin əhəmiyyətindən, o seçilməli olan sözlərdən söhbət etmək istəyirəm. Bundan əvvəl o video başlamazdan əvvəl sizdən xahişim odur ki, əgər videolarımı izləyirsinizsə, bəyənirsinizsə, bəyənməyi, kanalıma abunə olaraq dəstək olmağı və bildirimlərdə, rəylərdə öz fikirlərinizi qeyd etməyi, müzakirələrdə olmağı sizdən xahiş edirəm. Mən video başlamazdan əvvəl sizə əvvəlcə buradakı mənzərəni göstərmək istəyirəm. Bir baxın əzizləyicilər, o gör nə gözəl o mənzərə, insanlar, ailələrlə bir yerdə demək ki, o gedirlər, xoşbəxtlik, sevgi, insanı xilas edən sevgi olacaq. Bir-birinizi o sevin. Bir-birinizi o sevmək üçün isə o birinci sizlər özünüzü o sevməlisiniz. Bunu heç zaman unutmayın. Demək əzizləyicilər, sizlə o müzakirə etmək o mövzu ondan ibarətdir ki, o bizlər hər zaman o nəsə istəyəndə o deyirik ki, edəcəyəm, edəcəyik, olacaq, inşallah olacaq, bir zaman bunu yaşayacağıq. O belə söylədikdə bizlər hər zaman o gələcəyə o siqnal veririk ki, o gələcəkdə olacaq. Ancaq o gələcəkdə təəssüflər olsun ki, bu hallar bir 90% yəni ki, reallaşmırlar. Bu bizim o söylədiyimiz o sözlərdən asılıdır ki, o bizlər o rastgələ o söylədiyimiz hər bir o söz, o bizim o şüuraltımız, o çox o tez bir o kodlanma yaşanır. O bizlər fikirləşib söylədikdə şüuraltı o gec o kodlayır, afirmasiya o sözlərinə ehtiyac olur. Amma ki, yəni ki, o düşünmədən sıra gələ söylədikdə isə bir sözü, bir fikri, bir yəni ideyanı, onlar artıq o zaman o daha tez reallaşma o potensialına o malik olur. Çünki o bizim şüuraltımız o daha tez o kodlanır. Ona görə də sizə məsləhətim bu qısa videoda ondan ibarətdir ki, o bir şey istədikdə indi o zamanı o doğru o demək işarə edin sözünüzlə. O deyək ki, o bir yer o getmək istəyirsiniz. O yer o gedəcəm o demək əvəzinə o gedim də o belə o söyləyin. O gedirəm, o gedə o demək ordayam artıq. Yəni o sözləriniz indiki o zamanı öncəlik verir. İndiki o zamanda o danışmaq, indiki o zamanda xəyal etmək, indiki o zamanda o xəyalı o təsdiqləmək, o reallıqda reallaşmasına o daha çox o yardım edir. Çünki siz artıq indiki o zamana fokuslanırsınız. O bir şeyi o yadda saxlayın ki, o keçmiş və gələcək sizə aid olmur. O sizə aid olan ancaq indiki o zaman. Əgər o sizə aid olmayan o gələcəyə fokuslansa, o sözlərinizi o gələcəyə vurğulasaz, o sizə aid olmadığı üçün reallaşmayacaq. Ona görə də sizə aid olan, o bizə aid olan, özümüzə aid olan indiki zamanı, indiki anımızı o fokuslanaq və hər bir o sözlərimizdə indiki anımızı o yaradaq. O demək, o mən filan şey edəcəm, o yox, o mən filan şey edirəm. O niyə də etməyim? İndi edirəm. Bu tip sözlər işlədək və gələcəyimizi reallaşdıraq və quraq. Qısa videoda o sizlərə sözlərimizdə o zaman algısını, o zaman amilini çatdırmaq istədim. Ümidvaram ki, o video sizin üçün o gözəl oldu. Bəyəninizsə o bəyənməyi, o kanala abunə olmağı, o və rəylərdə fikirlərinizi o bölüşməyi, o və hər hansı o bir fərqli bir video istəyirsiniz, o mövzunun rəylərdə o yazmağınızı xahiş edirəm.